Bura da görə qızların yanında. Baxır da indi hansı qızlar. Biraz böyüklərimiz. Orta məktəb belə deyim də. Kəmal xanım bütün ayrılıb ki, məsələn, orta məktəb 8-də durur. Deyir ki, o qısa uşaqlara narahat olmasın. Məsələn, universitet bu da uşaqlar üçün. Bu bizim istihbaratımız. Bir də bizim bacı qardaş gəlir, oğlanları biz ayrı buluruq. Oğlanlar qızlarla bərabər olur. Bura İrman yerimiz. Bura bizim musiqimiz. Sizin üçün ən sevimli otaqlar. Bunların deməyə baxın, bizim burada rəqs ansamblımız var uşaqlarımızın. Gəlirlər, özləri rəqs paltarlarını seçirlər burada. Sonra burada tiyatr paltarlarında hamısını, Afaqdaşır qızını, Deyirəm, uşaqlar, vallahi billahi, tam səmimi deyirəm ha. Bax, yeni il olurdu, yeni ildə tacımız olmurdu ki, tac qoyaq başımıza. Görün Kəmalə xanım sizin üçün necə şərait yaradır. Bütün milli paltarlar falan. Yeni geyimimiz olmurdu. Kəşki belə bir şeylərimiz olardı, o qədər sevinərdim. İqruşkalardan haradasa, İqruşka da tapa bilmirdik ki, onu əzir, yox, Zəl qoymalı. və nədir, kleyləyib tac eləməyə. Görün necə şərait sizin üçün. Hər xırda detala fikir verir Kəmalə xanım. Bir də görsən özləri kişi obrazına salırlar. Hər bir rol var bizdə burada.